Hamınızı xoş gördük. Bugün sizi Masazırdan salamlayırıq. Masazırda 2 mərtəbəli bir həyət evini sizlərə təqdim edəcək. 4 sot torpaqda inşa edilmiş bu həyət evimiz çox geniş həyət, yəni sahəyə malikdir. Sol hissədə orada güllü bağçalı bir hissəsi də var. Burada sağ tərəfdə sanitar qovşağı və kombi otağı yerləşir. Digər hissədə isə yay mətbəxi üçün ayrılmış zolaq var. Təmirsiz şəkildə də yay mətbəxi lazım olan materiallar alınıb. Alıcı öz zövqünə uyğun şəkildə yığdıra bilər. Burada həyət yanı bağça hissəsi və orada isə yay mətbəx hissəsi yerləşir. Daxil olacaq evimizin daxilinə mən bütün məlumatları sizlərə qeyd edəcəm. Daxil olduq buradan giriş hissədən mənzilin daxilinə 2 mərtəbəlidir. Ara kəsmələr monolitdir. Qoşa daşla inşa olunmuş bir həyət evidir. Burada mənzilimizin ilk öncə qonaq otağını görürsünüz. Çox geniş, gözəl bir qonaq otağı var. Hündürlüyü çox gözəldir. Qaz, su, işıq təminatı fasiləsiz, sənəd tam kupçadır. Torpağın, evin tam kupçası mövcuddur, tam paket çıxarışladır. Bu şəkildədir qonaq otağımız. Daxil olduq buradan. Baxın, bütün otaqların girişi də dəhliz koridor hissədəndir. İkinci mərtəbəyə bu pilləkən vasitəsilə qalxırsınız. Fıstıq ağacından düzəlmə pilləkənlərdir. Burada ümumi bir sanitar qovşağı yerləşir. Yuxarıda da 2 ədəd sanitar qovşağı var. Biri də yataq otağının daxilindədir. Onu da sizlərə təqdim edəcəm. Bu pilləkənlərin alt hissəsini ki görürsünüz, qardirob otağı kimi düzəlib ev sahibi tərəfindən. Ev sahibi, yəni özləri üçün inşa etdikləri bir həyət evidir, makler evi deyil. Yəni bunu siz özünüzə aid şəkildə görürsünüz. Gözəl bir mətbəx hissə, üzəri süni mərmərlədir. Su filtri də mövcuddur. Mənzil evimiz bir çox əşyalarıyla satılır. Masazırın ən gözəl yerlərindən biridir. Yəni hündür yerdədir. Aşağı balota hissələrdə deyil. Daxil oluruq buradan ikinci mərtəbəyə. Ümumilikdə 4 otaqdır. Yuxarıda 3 yataq otağı, aşağıda qonaq və mətbəx hissədir. Burada birinci yataq otağımız yerləşir. Bütün pəncərələr demək olar ki, dəmir barmaqlıqlarla düzəlib, təhlükəsizlik baxımından. Burada ikinci yataq otağı yerləşir. Baxın, evin panoramasında bu şəkildə görürsünüz. Evimiz 2 mərtəbədir, 140 kvadratdır. 4 sot torpaqda inşa olunub. Bura ümumi bir sanitar qovşağıdır. İkinci mərtəbənin buranı qardirob otağı kimi istifadə edirlər. Burada isə mənzilin əsas yataq otağı və əsas yataq otağının daxilində sanitar qovşağı mövcuddur. Evimiz Masazır qəsəbəsinin ən gözəl yerlərindən 535 və 569 nömrəli avtobus xəttinin yaxınlığında yerləşir. 187 min manat başlanğıc qiymətdir. Real alıcıya da endirim olunacaqdır.